Mən Elbrus Hüseynov Mirzəquluoğlu 1968-ci il 26 aprel günü Zəngilan rayonu Soğu kəndində doğulmuşam. Soğu kəndi Zəngilan rayonunun fərqlənən kəndlərindən biridir. Nə ilə fərqlənir? Həm təbiəti ilə, həm də öz daxili dəyərləri ilə. Soğu kəndində demək olar ki, kişilər hamısı eşmə bux saxlayırdılar. Elə bir kişilikləmdir. Harda elə görsəz buğulu kişi, eşmə buğ, birinci soğuludur. İndi də var olar. Demək, 75-76-cı illərdə mən birinci sinifdə oxuyanda bizim kəndə Zəngilan rayon şəhərin özündən bir tədbir vardı. Xeyir işidir. Bir neçə cavan oğlan gördüm şahmat oynayır. Onlardan da biri Abbasov Şahid adına biri olan idi. Mən onda birinci sinifdə oxuyardım yəqin ki. O da bəlkə də məktəbi qutarmış, bəlkə də məktəbdir. Mən öyle böyük bir oğlan bilirdim. Gördüm oyunlar, yanaşdım bunlara. Dağ kəndində şahmat adı görmüşdüm. Maraqlandım bunlar oyunlar. Bir dənə uşaq mənəm orada. Və arada da soruşuram bundan. Müşahini tanıyıram mən. Sonda da qutarında buna xahiş edin ki, mənə öyrət bunu. Gördü ki, o dirənmişəm. Öyrətdi, öyrənən kimi də götürdüm. O həmin şahmatı mənə hədiyyə elədi. Və orada mən şahmat öyrəndim və o şahmat indi də məndə durur evdə. Və onunla mən şahmatı həvəskar şahmatçı kimi oynayacaqdım. İndi də müəllimlər arasında Nərimanov da illərdir belə də birinciyə götürüb. Demək, universiteti bitirdim və artıq fikrimi dəyişdim. Mən qayıdacağım kəndə. Biz əslində köçüb gəlmişik bura. Atam deyildi ki, uşaqlar inkişaf eləsin deyə köçdük gəldik Bakıya. Amma mən qəmər verdim ki, qayıdacağım 92-ci ildə kəndə, o müharibə dövründə və qayıtdım, getdim Zəngilana. Zəngilanda Kənd Zəngilan məktəbində işlədim və məlum məsələlərdən artıq qaçqın işləyirdim. Gəldim Bakıya, düzəldi indiki işlədiyim 193 saylı məktəbə. Orada da fərqli dərs metodikası ilə başladım. Bir dənə məqsədim var. Niyə ki, uşağın böyük əksəriyyəti oxusun. Tabi bu oxuyur, tutaq ki, 5 alır, indi deyil, 90% də 5 alır, 100%. 100 alsın, yox, ona mən çalışdım ki, sinif hamısı oxusun. Kimlər oxuya bilərsə onlara köməkli. Çünki bu müharibə də göstərdi ki, oxumayan uşaqların böyük əksəriyyəti o cəngavərliyi göstərin, o igidliyi göstərin. Böyük əksəriyyəti orta və aşağı oxuyan uşaqlar, böyük əksəriyyəti. Və mən həm də çalışırım ki, həmişə sinifdə birlik olsun. Bunun üzərinə və zamanla yavaş-yavaş bu lövhə sistemli görürsün də oğlum. Bu lövhə, burada bu lövhələrdə eyni zamanda 18 uşaq çalışma yazabilir. Və bunların üzərinə belə bir vəsait hazırladım. Demək, 3 vəsaiti, birinci hissə, ikinci hissə, birinci hissə Rus bölməsinə demək, çevrilir. Məqsəd nədir burada? Məqsəd bu kitablarla demək, o oxumaq istəyib, çalışıb, amma öyrənə bilməyən uşaqlar üçün öyrətmək. Burada bu kitabın arxasında belə bir bizim şuarımız var. Hər şey vətən üçün olmalıdır. Bu son zamanlarda göstərir ki, doğrudan da bu belədir. Və öyrənmək üçün də bizim metodikanın fəlsəfəsi yaz, öyrən, anla, inkişaf etdir. Üzərinə yazılmış bir vəsaitdir. Bu vəsaiti mən uzun illər o zəif uşaqları öyrətməklə məşğul oldum. Yollar aradım, tapdım və az materiallar hazırladım. Sonda da bizim dəyərli dostumuz Samir Xankiyevlə, o cavan bir müəllimdir, o da istedadlı müəllimdir. Onunla birləşib belə bu vəsaitləri hazırladı. Həm birinci hissə, həm də ikinci hissə. Demək olar ki, bu ikinci hissə əvəz olunmaz bir vəsaitdir. İndi istifadə edənlər bilir. Bu birinci hissə isə o zəif oxuyanlar ki var, onların hamısını öyrətmək üçün gözəl bir vəsaitdir. Və bunları mən demək olar ki, 3-4 il hər bir çalışma sonraki bu gəlmədə həm ardıcıllığı, həm belə deyək də gözəlliyini, həm gələcəkdə bu istifadə edən müəllim istifadə etməsi üçün rahatlığını düşünərək 10 dəfə onu bura dəyiş, bunu bura dəyişərək və bunları
3 ildir mən pedaqoji fəaliyyətlə məşğulam və bu pedaqoji fəaliyyət dövrünün sonlarıdır artıq. İstəyirəm ki, bildiklərimi paylaşam gənc müəllimlərimizə. Bu mən öyrətdiyim metodikanı mütləq olaraq öyrədim, yox. Mən onlara bildiklərimi ötürə bilib, onlar da bunu daha da inkişaf elətdirsin və olsun əla. İndi şahmatla riyaziyyatın nə oxşarlığı var? Əslində riyaziyyat daha geniş bir elmdir. Yəni sonsuz demək olar, amma şahmat məhdud bir elm. Şahmat demək olar ki, tam araşdırılmış qəbul eləmək olar. Amma biz gəlin bu fəlsəfədən yanaşaq. Həyat riyaziyyatdır. Fəlsəfi prizmadan baxsaq, o şahmat onun bir alt hissəsidir. Amma şahmatla riyaziyyatda oxşarlıq çox geniş. Demək, riyaziyyatda uşaqlara biz araşdırma qabiliyyətini öyrədirik, analiz qabiliyyətini öyrədirik, məntiqi təfəkkür formalaşdırır, riyazi təfəkkür formalaşdırır və onun tətbiqini də şahmatda yerinə yetirir. Şahmatda onu tətbiq eləyir, tətbiqini öyrədir. Amma oxşarlıqlar nədir? Oxşarlıq odur ki, bu şahmatda da strategiya var, riyaziyyatda da strategiya var. Məsələn, uşaqlar riyaziyyatı öyrənmək üçün təməldə bir şeyləri əzbər bilməlidir. Orada da şahmatda, məsələn, gəl belə deyək də, daha uşaqlarımıza yararlı olsun deyə məktəblilər üçün bunlar yəqin paylaşılacaq da, düzdürmü? Demək, məktəblilər gedir imtahana. İmtahan verəndə 3 dənə bölmə var. Biri qapalı suallar, biri açıq suallar, biri də yalnız tələb olunan suallar. 3 mərhələdir. Elə şahmatda da 3 mərhələ var. Başlanğıc, buna deyirlər debüt, sonra orta, mittelişbir, son da endişbir. İndi bax, burada başlanğıcda uşaqlar bir stratejiya qurmalıdır. Həm şahmatda, həm də riyaziyyatda. Uşaq, məsələn, biz buradan deyirəm, mən paylaşımım da var ki, uşaqlar, imtahana getdiniz, çətinlik çəkdiniz, mövzuları açmırsınız. Əhməd açısınız, nəsə rahatlı onu və oradan asan həll olunan ardıcıllığı ilə bir strategiya da bu qurursan. İndi bunu yazsan ki, uşaqlara belə demiş ki, bir də görsən biri paylaşımın altında yazır ki, uşaq nə bilir strategiya nədir? Amma uşağa strategiyanı evdə öyrədə, yəni uşaq erkən yaşlarında öyrədə gəlirik. Və orada da səhv eləsən problemdir, burada da səhv eləsən problemdir və dəqiq olmaq lazımdır, nizamlı olmaq lazımdır və araşdırma qabiliyyətin yaxşı olmalıdır. Oxşar cəhətləri çoxdur. Amma əsas şərt odur ki, riyaziyyat məntiqli təfəkkürü, riyazi araşdırma qabiliyyətini formalaşdırır, amma onu şahmat sənə tətbiqini öyrədir. Burada öyrədirsən, formalaşırsan, orada da tətbiqini öyrədir sənə şahmat. İkisi bir yerdə möhtəşəm. Mən düşünürəm ki, hər bir riyaziyyat müəllimi şahmatı yaxşı oynamalıdır. Demək, soruşursunuz ki, uşaqlara həm riyaziyyatın, həm də şahmatın məntiqi düşüncəni necə aşılayırsınız? Elə mi? Birinci, hər bir müəllim, öyrədici, ola bilər müəllim olsun, ola bilər usta olsun, o da müəllim sayılır da. Yəni, öyrədici nəyi öyrərsə, hansı sahəni öyrərsə, birinci növbədə anlamalıdır ki, o sahəni, o öyrədəcəyi öğrenciyə mütləq sevdirməlidir. Sevdirməlidir ki, onu sonra o həvəslə ona öyrədə bilsin. İndi riyaziyyatda ya şahmatda olsun, məntiqi təfəkkürünü uşağın inkişaf elətdirmək üçün, yəni riyaziyyatda, şahmatda məntiqi təfəkkürlə oynanılır. Məktəbdə də müəllim o mövzuları keçərkən, hansısa mövzunu keçərkən mütləq onu sevdirməyi bacarmalıdır öncə. Demək, riyaziyyatda başlayır hesabda, adi hesablarda, riyaziyyatın toplaması, çıxması, vurması, bölməsi şahmatın xodlarıdır. Öyrətsən əzbərləyir. Məsələn, debütdə şahmatda başlayanda ilk öncə hər bir şahmatını, ola bilər ki, mən ağlarla oynayıram, mən başlayıram. Birinci xodumdan sonra, mənim birinci xodum, belə deyək də, 8 dənə piyada var. Onların hərəsi üçün 2 gediş var, 16 gediş. At oynaya bilər 2 dənə, 18, 2 dənə fil, 2 dənə top. Fillər də oynayan 2 at, demək 18 dənə xod var. Və bu bir xoddan sonra o biri rəqibin də 18 xodu var. İkinci xod da artıq bunun
18'dən çoxdur buna xodu. Bunları bir-birinə vuranda o başlanğıçda milyonlarla xoda, birinci, ikinci, üçüncü etapda öyle milyonlarla variant var. Uşaq bunu analiz eləməlidir. Bu da insan beynilə mümkün deyil. İndi ona görə də o şahmatı, o debütdə olan müəyyən hissələr ki, uşaqlar onu əzbərləməlidir. Bizdə də riyaziyyatda vurma cədvəlini əzbərləməlidir uşaq. Toplamanı, məsələn, 7-dən 8-i əzbər bilməlidir, 17-ni 3-ə rahat vura bilməlidir. Belə də öyrənirsən. Sonradan artıq ikinci, orta hissədə, məsələn, şahmatda strategiya qurmaq lazımdır. O rəqibin oynadığı xoda uyğun olaraq sən analiz eləməlisən. Bunları öyrətmək üçün uşaqlara nə etmək lazım bilirsiniz? Sual vermək lazım. Uşaqlar, siz niyə sual verməyi bacarmalısınız? Nədən belə oldu? Hardan alındı? Başqa bir yol varmı? Və bu erkən yaşlarda, indi artıq şahmatda hazırlaşanların dünyada da küçük 5 yaşa. 5 yaşından artıq şahmatla məşğul olurlar. Uşağın beyni o təmiz olan vaxtı, ona başlayırlar şahmatı yeridirlər ora. İndi maşında bir Türk oyuncusu var, 14 yaşında 2704 euroya gedib çıxıb. Beləliklə öyrətmək üçün sevdirmək lazımdır. O xırda məntiqi məsələlər var. Məsələn, məntiqi məsələlərin tipləri var. Reduktiv məntiqi məsələlər, deduktiv məntiqi məsələlər, söz məntiqi ilə olan məsələlər, cədvəl məntiqi ilə olan məsələlər. Aşağı siniflərdən bunlarda o qədər maraqlı və aşağı sinif səviyyəsində məsələlər var ki, onları yavaş-yavaş sevdirə, məntiqi təfəkkür, onda yaran, əgər uşaq birdən görsən də, bir aşağı az yaşlı uşaq, əgər geçmə, burada bir başqa variant da var. Bu cümləsi uşağı artıq onun haqqında fikir söyləməyə zəmin yaradır. Bir sözlə tamamlasa, riyaziyyat həyatdır. Riyaziyyatı öyrənmək lazım. Öyrənmək üçün də birinci bu hamı üçün önəmli olan, hər şey vətən üçün yaz, öyrən, anla, inkişaf etdir və təfəkkür formalaşdır. Hər bir gəncə bunu arzulayıram.